Avropa bizdən nə istəyir? Bilirsinizmi, Avropa bizdən əslində burada çox dərin məsələlər var və o dərin məsələlərin kökündə duran isə əslində ikili standartlı yanaşmadır və bu demokratik dəyərlər, demokratiyanın beşiyi adlanan ölkələr bu günləri çox sərt formada demokratik prinsipləri pozurlar. Bilirsiniz, onların əslində çox ciddi bir əllərində bir mövqe yoxdur bizi tənqid etmək üçün. Çox lokal olaraq müəyyən məsələlər var. O məsələlərdə yanaşmalarında bizi tənqid edirlər. Güya Azərbaycanla bağlı hansısa bir addımlar atdılar ki, bizi təcrid eləsinlər. Amma əslində özləri dünyanın bugünkü günü real olan yeni dünya düzəninin deməli düzənindən özlərini artıq təcrid edirlər Avropa. Siz bilirsiniz ki, məsələn, Amerika-Avropa münasibətlərində indi hansı proseslər, gərginliklər var, o nəzərə alınmalıdır və o cümlədən Avropa İttifaqının bu günləri bu münaqişələr təsir imkanları nə dərəcədədir, biz onu nəzərə almalıyıq. Amma görürük ki, həqiqətən də bu günlər o təsir imkanları mövcuddur və yaxud da ki, real olaraq hansısa bir addım atmağa qabiliyyətində də deyirlər bu günləri. Çünki o siyasi imkanları, o iqtisadi imkanları bu günlərə tükənib. Ona görə bizi tənqid etmək də təbii ki, biz üçün nəzərə alınır, reaksiya vermə məsələsi də. Siz fikir verirsiniz də, əslində insan haqları haqqında bağlı, nə bilim, müəyyən məsələləri qaldırırlar, siyasi məhbuslar məsələni qaldırırlar. Bir ölkədəki zorakılığa qarşı cinayət işi qaldırılır. Məsələn, çağırışlar siz bilirsiniz də, xaricdən, amma daxildəki siyasi qüvvələrin deməli təhriki ilə xaricdən bizə hansı çağırışlar gəlirdi? Çıxın küçəyə, devirin, çağırışlar edin, insanlar baxın, hansı öz çağırışları bir-birini təqsib edir olar. Bəli, təqsib edir və bu o çağırışlara görə məsuliyyətə cəlb olunan insanları siyasi məhbus adlandırmaq bunun özü bir cinayətdir. Ona görə də bu cinayətkar, buradakı o proseslərdə iştirak edənlərin orada Avropa İttifaqının da dəstəklənməsi əslində bu özü bir mənəvi cinayətdir, belə deyək. Ona görə də o cür daha doğrusu bizə münasibətin də Avropa İttifaqının bu tip məsələlərə, xırda məsələlərə münasibəti bizi tənqid etməsi təbii ki, gərək fikir verməyə, əhəmiyyət verməyə. Çünki Azərbaycanın çox bugünkü atdığı addımlar, gələcək hesablamış perspektivdə, uzun müddətli perspektivdə hesablamış addımları biz nəzərə alsaq və ya da ki, diqqət edəcək, biz bu günlər çox böyük uğurlara nail olmuşuq. Bundan sonraki uğurlarımızın da davamı olaraq Cənab Prezidentin diplomatiyası, xarici siyasəti və bizi o həmən uğurları çatdırmaq üçün, qısa zaman ərzində çatdırmaq üçün biz gəlib ora öz nəticəsini əldə edə biləcəyik. Amma bilirsiniz, burada qlobal dünyadan kənarda qalma olmur. Məsələn, elə təsirlər var ki, bu günlər o təsir bizə eləyir. İqtisadi baxımdan da, siyasi baxımdan da o biz balanslaşdırılmış siyasətin bu günləri bilirsiniz də çox aktivdir və o siyasətin həyata keçirilməsi üçün bizə belə deyək də dünyanın paralel olaraq siyasi xəttimizi davam eləmək üçün bəzi addımların atılmağı lazımdır və bəzən olur insanlar onu doğru, vətəndaşlar doğru anlamırlar, doğru onu demək olar ki, bugünkü gün üçün anlamaq istəmirlər, amma o elə deyil. Bu günləri biz tam əminliklə bilirik ki, Azərbaycanın dövlət maraqları, milli mənəfi etibarlı əllərdədir və bu olunan işlər də, atılan addımlar da, verilən qərarlar da ancaq bizim milli maraqlarımıza uyğun olaraq verilir. Bu biz bunu öz əminliyimizdən